Canlar salam. Başlayaq testimizə. İzah edemem birinci sualı. Mhm. Dinə. Birinci sualın izahını verək. Birinci sualda bizə funksiyanın artma aralığını istəyir. Baxırıq birinci qola yuxarıdadır. Ona görə demək x sıfırdan müsbət sonsuzluğa olacaq. Aferin. Daxildir x sıfırda. Törəmə ilə Aferin. yazmışım. 6x sıx 24 bərabərdir 0. 6x 24-də x də 4-də. Deməli B variantıdır. 4-də müsbət sonsuzluğa. Aferin. Deməli uşaqlar, artma aralığı x0-la gedir. Qiymətlər çoxluğu y0-la gedir. Artma aralığında qollar yuxarıya baxarsa, təpə nöqtədən müsbət sonsuzluğa artır, mənfi sonsuzluqdan təpə nöqtəyə qədər azalır. Qollar aşağı baxarsa da tərsinə. Qiymətlər çoxluğu isə yuxarı baxarsa y0-dan müsbət sonsuzluğadır, aşağı baxarsa qollar mənfi sonsuzluqdan y0-a qədərdir. Birinci doğrudur. Aferin. İkincini kim izah eləyər? Deyim mənim. Çinarə dinən. Deyir ki, x 0-1 aralığındadır. 0-1 aralığında olanda da yəni kəsir kiçildikcə, üstü böyüdükcə kəsir 0-1 aralığında Kiçilir. olanda üstü böyük olanı götürməliyik də. Yəni burada B variantı olmalıdır. Çinarə, nə aşkla bizdən danışırsansa, istəyirsən nə aşkı çıxart denən, çünki səsin çox zəif gəlir. Tamam. Deməli, 0-1 aralığında olanda nə dedin? Bir də 0-1 təkrar. aralığında olanda Aha. üstü böyüdükcə kəsir kiçilir. Qaydaya görə, əgər əsasımız 0 ilə 1-in arasındadırsa, məsələn 2-də 1, 3-də 1, 4-də 1, üst qüvvət böyüdükcə əsasın cavabı kiçilir. Yəni cavab kiçilir. Bizə də ən kiçiyini istəyirsə, qüvvəti ən böyük olanı götürürük. Burada da qüvvəti ən böyük olan hansı variantdır? X üstü 4. Bəli, x üstü 4, B variantı. Düzdür. Üçüncü. Mən deyim. Denən. Deyir, dairənin radiusu 6 dəfə azaltsaq sahəsi necə dəyişər? Dairənin deməli sahə düsturu pi r kvadratdır. Radiusu burada 6 dəfə azaltsaq 36 dəfə azalar. Aferin. Kvadratik aslıdır radiusuna. Görürsünüz pi r kvadratı. Əgər radiusu 6 dəfə azaltsa, sahə də 36 dəfə azalar. Doğrudur. 4-ü mən deyim müəllimə. Denən Mədinə. Burada deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Burada sinusun qiymətlər çoxluğu -1 ilə 1 aralığındadır, ikisi də daxil olur. Hı-hı. Ona görə bir dəfə sinus 3 çıxsın yenə 1 qoyuruq. 3-ün üstündə 1 çıxılsın 1 0, o da 1 deməkdir. Hı-hı. Bir də 3-ün üstündə 1 çıxılsın -1, o da üstə 1 üstə gəlsin 1 2, 3-ün kvadrat 9. B variantı. Bəli, cavab 1 ilə 9 B oldu. variantı. Doğrudur. Bəli. 5-ci Beşi tapşırıq. Denən Aysun. Deməli, burada bizdə ölçüləri 10, 18, 20 düzbucaqlı paralelipipedin səthin sahəsini istəyir. Burada tam səthin sahəsidir. 2 vurulsun, AC üstə gəlsin AB, üstə gəlsin BC. Qəşəng. Deməli, burada 2 vurulsun, 180 üstə gəlinsin, 360 üstə gəlinsin, 200. O da cavab eləyir, səhv eləmirəmsə C variantı idi, 1460. Hı-hı. 1460. Fikir verin uşaqlar, cavablarda santimetrdə verib, santimetrin kubu da verib. Kvadratı da verib. Ona görə sahədi deyə santimetrin kvadratını götürəcəksiniz. Cavablar bir-birinə yaxındır deyə aldadıcı qoyublar. Hesablamasını yəqin ki, özünüz başa düşdünüz də. Onu 18-ə vurdu 180, AB, AC, BC dedik də. Onu 20-yə vurdu 200. 20-ni də 18-ə vurdu 360. Topladı, 2-yə vurdu. Düsturunda yazdım. 6-cı tapşırıq. Mən deyim müəllimə. Denən. Orada yerinə qoyacağıq. Z Hı-hı. özüdür. Z-in üstündəki xəttə qoşmasıdır. Yəni 2 vurulsun x üstəgəlsin y çıxılsın mötərizədə y x çıxılsın y bərabərdir 4 Gözlə üstəgəlsin mən də 9 yazım. Deməli, gözlə mən də yazım. Yoldaşımız deyir ki, kompleks ədədin formulu nədir formulu? A plus B idi. Düzdür? Bəli. Aha. Yoldaşımız deyir ki, Z üstü xəttə nə olacaq? A çıxılsın b. Afərin. Bu bunun qoşmasıdır. Aparıb yerinə yazanda 2 dənə A üstə gələk B-yi
Sonra çıxılsın. A çıx B-yi A belə dedin çıxılsın də. B. A isə Bəli. bərabərdir 4 topla 9 i-yə. Sonra Sonra da vurub açırıq da. vurub açaq. 2A topla 2B-i çıxılsın A topla B-i bərabərdir 4 topla 9 i. Həqiqi hissələrin altından bir xətt çəkirəm. Düzdür? Bəli. Onda A bizim 4 olacaqdır. A isə 2A-dan A çıxıram, A eləyir. A 4 oldu. B də 3-dür. Xəyali hissələrin də altına 2 xətt çəkirəm. 2B-nin də üstünə B gələndə 3B bərabərdir 9-a. B nə oldu? 3 oldu. Modulunu Aha. tapırıq. Köşkdə 25, oradan da 5 çıxır. A isə o C. modulda düsturumuz budur. Xəyali hissənin kvadratı ilə həqiqi hissənin kvadratının köklərinin cəmi. O da eləyəcək 16 üstə gələk 9, yəni 25-dən də 5 çıxır. Doğrudur. 7-ci tapşırıq. Deyim Ben mən. deyim. Türkan nə denən? Burada kök altında müsbət mənfi a kvadrat üzrə b kvadrat üstünə yazırıq. Hı hı. 25-in üstünə 49 gələndə 74 eləyir. O da 8-dən 9 arasında yerləşir. Hı Ən hı. böyüyünü istədiyinə görə 9-u götürürük. Deməli, bizim qiymətlər çoxluğumuz mənfi müsbət kökdə 74 arasında yerləşir. Ən böyüyünü istədiyinə görə kökdə 74 axı tam deyil. Ən böyük tam istədiyinə görə 74-ün tam hissəsi kökdə 64-dən 8 çıxdığına görə yoldaşımız deyir ki, bunun cavabı 8. Doğrudur. 8-ci tapşırığı Əlif Səttə ilə 8-ci tapşırıqda deyir ki, x, y üstü xətt və y, x üstü xətt natural ədədlər üçün Hı hı. 3 olarsa x üstə gəl y cəminin ən böyük qiymətini Hı hı. tapın. Orada 10 üstə gəl x üstə gəl y çıxılsın y sürəti yazırıq. Hı hı. Məxrəcdə də ki 10y üstə gəl x çıxılsın x. Hı hı. Surətdə y-lər gedir, məxrəcdə x-lar. Hı hı. Onlar da 10x getdi. böl, onlar da getdi, x olur 3y. Hı hı. X 3y-dirsə, x olacaq 9, y də olacaq 3. Bunları cəm eləyir 12. Ay, sağ ol. Uşaqlar, x bərabərdir 3y-dirsə, biz də bilirik ki, x, y bir rəqəmli ədəd olmalıdır da. X-a 3 desəm, y 1 olacaq. X-a 6 desəm, y 2 olacaq. X-a 9 desəm, y 3 olacaq. Amma x-a 12 deyə bilmərəm. Çünki iki rəqəmli ədədə keçir. Axı mərtəbə vahidlərində, mərtəbə qiymətlərində bir rəqəm yerləşir. Bizə də deyir ki, misalda x plus y-in ən böyük qiymətini tap. Yoldaşımız da deyir ki, 9-dan 3-ün cəmi 12. Doğrudur. 9-cu tapşırıq. 9-un Abbas denən 9-u. Burada deyəsən birinci toplardıq hər ikisinin. 10 Aha, adı eləyirdi. üçbucaq bərabərsizliyi idi dərsin adı. Sonra 8-dən 5-ə çıxırdıq 3 eləyirdi və onların arasında olanları götürürdük. Amma burada olmayan soruşursa 3-ü götürürdük də. Hı. Deməli, yoldaşımız deyir ki, üçbucaq bərabərsizliyin qaydası belədir. Üçbucağın üçüncü tərəfi digər iki tərəfin cəmi ilə fərqin arasında yerləşir. 5 ilə 3-ün fərqi modulda fərqi, 5 ilə 8-in modulda fərqi 3-dür, 5 ilə 8-in cəmi isə 13-dür. Deməli, x 3 ilə 13-ün arasında yerləşməlidir. Nə 3 ola bilər, nə 13 ola bilər. Burada bir ola bilməz dediyinə görə, biz dedik ola bilməz, 3 ilə 13 ola bilməz. Ona görə doğru cavab 3-dür. Ola bilməz olduğuna görə doğru cavab 3-dür. Onu deyim müəllim. Denən. Deməli, S bərabərdir. Trapesin S bərabərdir. A üstəgəlsin B bölünsün 2 vurulsun H. Sahəsini verib 72. Oturacaqlar da 6. Bir də 10 verib. 72 bərabərdir 6 üstəgəlsin 10. Bölünsün 2 vurulsun H. Hı. H da bərabər 9. Bəli. Trapesiyanın sahə düsturu. Ona istifadə elədik, tapdıq. Doğrudur. 11-ci tapşırıq. Deyim 11'i. 11'i deyim. Gülay denən. 11'də A12-ni A5 üstə gəlir 7D kimi yazırıq. A5-lər ixtisar gedir. 7 də 77-dirsə D-də 11. Bəli. Ya da ki, uşaqlar A12-dən A5-ə çıxanda biz hədlərin fərqini D-ilə həmişə ifadə edirik. A12 çıxaq, A5 7D-ni verir. 7D 77-dirsə D-miz də 11-dir. Doğrudur. 9-cu sual, 12-ci sual törəmədi, bizlik deyil. Keçək 13-ə.
13. Uşaqlar 13-də səhvlik var. Nətər olmalıdır o? Olmalıdır ki, arktangens üstə gərək arkotangens. Bax, ikisi də tangens verib, çap səhvidir. Ona görə bunu özüm izah eləyim 13-ü. Deməli, kök altında 2 sinus alfaya dəymirəm. Sinusa dəymirəm. Biz də bilirik ki, arktangens üstə gələ arkotangens. Bax, burada ikisi də tangens, biri kotangens əslində. Arktangens üstə gələ arkotangens 90 deməkdir. Üstə gəlinsin, arktangens 1-i də 45-də alır. 90 üstə gələ ikinci rübdür. İkinci rübdə sinusun işarəsi müsbətdir. 90-da da adı dəyişir. Olur kök altında 2 kosinus 45. Kosinus 45-də də alır kök 2 bölü 2. Doğru cavabımız da eləyir 1. 14-cü sualı Əsmərdə ilə Burada uyğun tərəflər perpendikülər olan bucaqlar ya bərabər olurlar, ya da ki cəmləri 180 olur. Burada bizə nisbət verdiyi üçün deməli cəmi 180-dir də. Aferin. 2K üstəgəl 7K-nın cəmi 180 eləyəndə K-nı tapacağıq 20. Böyük bucağı da istədiyi üçün 7-ni vuracağıq 20-yə 140. 7-ni də vuracaq 20-yə, 7-ni də vuracaq 20-yə 140. Bəli, doğrudur. Deyim 15'i. De Aysu. Bunu x sıx 10 bərabərdir 0, x bərabərdir 10. Hər ikisində Böyük x bərabər 10 bərabərdir olur. 0. Hə. Hı-hı. Sonra bunu ədəd oxumda qeyd edirik, ancaq 10 rəqəmi ödəyir burada. Bir də 10 çıx x böyük bərabərdir. Böyük bərabərdir yazmalıyam burada. Bir də 10 çıx x böyük bərabərdir 0. Axı 2 dənə bizim kökümüz var. Bunu böyük bərabər, X bunu yenə da 0 olur. x də kiçik X yenə 10 bərabərdir olur. 10 olur. Kiçik bərabərdir 10, böyük bərabərdir 10. Elə bir ədəd lazımdır ki, bizə həm ondan böyük bərabər olsun, həm də ondan kiçik bərabər olsun. Belə ədəd bir dənə hansı ədəddir? 10. Onun Aferin. özü də elə. Ay, sağ ol. Cavab 10-dur. Doğrudur. 16. Deyim mən. De Həşim. Buradan birinci x-i tapsaq, x tapanda olur loqaritma 3 əsasdan 20 eləyir. Sonra y-i tapsaq, o da loqaritma 4 əsasdan 67 eləyir. X baxırıq ki, 2 ilə 3 arasında yerləşir, amma y 3 ilə 4 arasında yerləşir. Buna görə Deməli, baxanda x-i ilə nə ilə nə arasında yerləşir? 2 ilə 3 arasında. Hardan bilirik onu? Loqaritma 3 əsasdan 20 olanda o Aha. 9-dan 27-nin arasında yerləşir də. Aferin. Ona görə 9-dan 3 əsasdan 9-dan 2 çıxır. 3 əsasdan 27-dən də 3 çıxır. O birisini də denənliyə görə digər hansı tam ədədlər arasında yerləşir? O da loqaritma 4 əsasdan 67-dir. O da 16 ilə 64 ilə 256. Onların arasında yerləşir. O da 3-dən 4 çıxır. Qəşəng. Sonra? Gedək modun işarəsini təyin edək. Bəli, birinci x çıxı y burada mənfi olur. Çünki birinci 2 ilə 3, o birisi 3 ilə 4 arasında yerləşir. Yəni buna görə y çıxacaq buradan. Sonra ikinciyə baxsaq, o 2 ilə 3 arasında yerləşirdi x, yəni buna görə burada müsbət çıxacaq. Amma y yenə də 3 ilə 4 arasında yerləşirdi, yəni bu zaman burada mənfi çıxacaq. Yazırıq ki, y çıx x plus x 1 plus 5 çıx y. Aferin. Hansı ki mənfidir? Biz demişik ki, ədəd moduldakı ədəd mənfidirsə, əksi çıxır, müsbətdirsə özü çıxır. Ona görə mənfi olanların əksini, müsbətləri də özünü çıxartdıq. İslah gedir nələr? Y-lər, x bir də 4. Cavab da qalır 4. 5-dən də 1 çıxıram 4. Doğrudur, qəşəng. 17. Nərgiz 17-ni izah elə. 17-də birincinin qüvvəti olur 40, ikincinin isə qüvvəti olur 8. İndi 40 olduğunu başa sal bizə. Çünki birincidə ən böyük olan x üstü 4-dür. Ay, sağ ol. Mötərizənin yuxarısında 10 var. Ay, sağ ol. Biz də bilirik ki, çox hədlinin dərəcəsi, onu təşkil edən bir hədlərdən dərəcəsi ən böyük olandır. Mötərizəmizin içərisində, birinci mötərizəmizin içərisində ən böyük dərəcə 4-dür. Qüvvətində 10 var deyə, birinci mötərizəmizin dərəcəsi oldu 40. İkinci mötərizəmizin dərəcəsi nədir? Nərgiz. İkinci mötərizəmizin də dərəcəsi 2 4-üm 8-dir. Deməli, ümumi mötərizələrimizin ikisinin dərəcəsi 48-dir. Oldu?
İndi keçək sərbəst həddə. Birinci mötərizəmizin sərbəst həddi neçədir? Hər kəs deyəsən internetində problem var, səsin qırıq-qırıq gəlir. İkinci mötərizəmizin də sərbəst həddi 2/4-dür. Buradan da nə oldu? 16. Mənə də sonda deyir ki, qüvvət ilə sərbəst həddin cəmini tapın. Yəni 16 ilə 48-in cəmi 64. Növbəti sual. 18. 18-ə baxaq. Müəllim. Demir Cəmal. Orada müəllim K kubu 64-sə, K-da 4 olacaqdı. Bəli, həcmlərin nisbəti 60. Ümumiyyətlə kürələr, dairələr, kvadratlar, onların oxşarlıq deməyinə ehtiyac yoxdur. Onlar həmişə oxşardılar. Amma məsələn adi üçbucaq olanda, bərabər tərəfli üçbucaq yox, adi üçbucaq olanda gərək nəsə bizə şərt versin. Bütün kürələr bir-birinə oxşayırlar. Əgər kürələrin nisbəti 64-dürsə, bu o deməkdir ki, həcmlərin nisbəti 64-dürsə, bizim K-nın kubu, həcmimizin də K kubu ilə ifadə edirik də, oxşarlıq əmsalı K deyil, K-nın kubu 64-dür. Deməli, oxşarlıq əmsalımız 4-dür. Əgər oxşarlıq əmsalımız 4-dürsə, radiusların nisbəti 4-dür, diametrlərin nisbəti 4-dür. Sayıların nisbəti desəydi 16 götürəcəkdik. Doğrudur. 19-cu tapşırıq. 19-u görək kimdən soruş. Deyim mən. Sübhan denən. Deyim məncə. Sübhan. Deməli, mənim 19-da Mhm. perimetri 60 sm olan pərləgan verib. Deməli, burada şey çəkmişəm, altdan. Tən bölən. Tən bölən. Deməli, qıraqlar A, yəni, Çarpazına yuxarılarda da B arxa olur. yazaq. Ay sol. B, çarpazına da Burada beta yazaq. tən böləndir ya, Mhm. qıraqda bərabər yanlış əmələ gəlir. Mhm. A olur qıraqlar. Bura A yazaq, bura A yazaq. Ona görə burada A olur, Yuxarıda 2 burada A olur. alır. Aferin. Orada 3A bərabərdir 30 yazmışam yarısı. Perimetri 60-dırsa tərəflərinin cəmi, yəni iki tərəfin cəmi A ilə 2A-nın cəmi B 3A 30. bərabərdir. Aha. 30, A da 10 olur. Bizdən Aha. də böyük tərəf hissi ilə 2-yə vurur 20. Aferin. Doğrudur. Muradlı Fatimə. 20-ci tapşırığı denən. 20-ci tapşırıqda burada bizdən Q-nü istəyir. Q da yəni hasilidir bunların. 4 sinus Aha. 67 onda 5-i. 5 sinus 22 onda 5-ə vuranda. Burada sinus 67-ni mən kosinus 22 onda 5-ə çevirdim. 4 vur 5. Sinüs 67-ni yazmısan. Kosinus 22 onda Kosinus 5. 22 tam onda 5. O birisi də qalıb yerində. Düzdür. Kosinus 22 onda 5 vurulsun sinus 22 onda 5. Sinus 2 alfa bölü 2-nin düsturudur. Yəni Yəni sinus 45-in. Sinus 45 bölü 2. 4 ilə 2 ixtisar gedir. 10 vurulsun kök 2 bölü 2. Bəli. O da 5 kök 2. Aferin. Doğrudur. Doğrudur. 21-ci 21 tapşırıq. deyil müəllim. Hirsən bal denən. Orada 34-ün son rəqəmi 4-ə baxırıq. Aha. 9-u da 4-ə bölürük. Çünki 4 dəfədən bir 6 alır da. Aha, olur 36 vurulsun. Belə yazaq da, hə? Sən dediyin kimi 3. Aha, üstə gələ 23-ün də son rəqəminə baxırıq. Davam elə. 27-ni də bölürüksə, yenə qalıqda 3 qalır. 3-də də 1 olur da, yəni. Aha.
Hə. 4 dənədən biri. Deməli 4 üstü 36 deyirsən ki, 4-ə bölündüyünə görə sonu həmişə nə ilə qurtarır? 6 ilə, Aha, bəs 4 üstü 3-ün sonu nə ilə qurtarır? 1 ilə. 4 üstü 3-ün sonu. Hər 4 üçün sonu 6 ilə. Aha. 6 ilə Yo, 64, düz 4 deyil. 64 vur 6 olur da mən. Ay sağ ol. Mən 64 elə nə? Yəni yazmamışam. 4 nə? 4 yazırsan bura. Davam eləyək. Orada da olur 1 vurulsun. 1 budur. Bax. 3 üstü 24. 4 dövr 4 olduğuna görə sonu nə ilə qurtarır? 1 ilə. 3 üstü 3 də 27, 7 ilə. Aferin. Onlar da vuranda, yəni son rəqəmlərin şey deyəndə 11 olur, o da 1. Topladım elədi 31. Son rəqəmi 1 oldu. Doğrudur. Qəşəng. 22. Heç cavab verməyənlərdən. Zeynal denən. Neçəncini deyirdi müəllim? 22, 22. Bir daha oxuyum. Həndəs süslər. Burada olacaq müəllim B1, Q. B1 vurulsun, 3 vurulsun müəllim. Kök 6 vurulsun. 6 da elə bil. 3 vur 6 18. Düsturu yazaq əvvəlcə. B3 bərabərdir B1 küçünün kvadratı. Düzdür? Bəli. O da bərabərdir. 3 vurulsun kök altında 6-nın 6 o da kvadratı. olur 18 də. Bəli, 18. Doğrudur. Abdullayeva Aygül. 23-ü denən. Aygül. Zəhra 23-ü denən. Məmmədli Zəhra. Burada şəkil çəkirik. Müstəvi ilə 45 dərəcəli bucaq əmələ gətirirsə mail. Mailin uzunluğunu da 6 verib. 45, 45, 90 üç bucaq, yəni düz bucaqlı üç bucaq olur, bərabər yanlı. 6, 6, onda hündürlük də 6 kökdə 2 olacaq. Deyir ki, müstəvinin xaricində yerləşən nöqtədən həmin müstəvi ilə 45 dərəcə əmələ gətirən mail çəkilib. Mailin uzunluğu 6-dır. Verilmiş nöqtədə müstəvi... Bildim, mən səhv eləmişəm. 90-ın qabağı 6-dır, yəni kök 2-yə bölməli idim. Hə, 3 Ay, kök 2. sağ ol. Deməli, bura x, bura x, axı bu bərabər yanlı üç bucağı, üç bucağı. Deməli, 6-ya x kökdə 2 uyğun gəlir. Onda x-i tapanda 6-nı kökdə 2-yə bölürsən. Bildin? Bəli. Kökdə 2 eləyir. Iyirmi dörd. Deyim müəllim. Desənə. Mən ən böyük vətər diametrdir, ona görə yarıya bölürük, radius tapırıq. Aferin. Diametr 48-dirsə, radiusumuz 24-dür. Doğrudur. 25. Abdulov Əli 25-i denən. Müəllimə, Aygünün sonunda nəsə problem var, deyir səsi açıram, açılmır. Eybi yoxdur. Məddə 25-i denən. Keçəmin deyir ki, köşdəki burada köşə 8, 2 köşdə 2-dir. Deməli, kökdə 2 vurursun. Kökdə 8-i 3-cü dərəcədən yazıram 2-nin kubu. Düzdür? Hə, 2-nin kubu. Bunlar getdilər. Qaldı ki, kökdə 2. Bunu da əvvəlcə kökə sal. Yəni, davam elə. Olur, köşə salanda da olur 4 köşdə 2. Nə? Yox, elə olmurdu. Köşə 8. Kökdə 8. Kökdə 8-in tamı nədir? 2. Kökdə 8, kökdə 4 nə? Kökdə 9-un arasında yerləşdiyinə görə 2-ni götürürük. Bəli, 2. Doğrudur. Keçin öbürsünə. Düz oldu uşaqlar bu. Bəli. Öbürsü budur da.
16. Aha. Deməli, 16-nın izahını kim verər? Amma izah verməyənlərdən, yəni izah verənlər deməsinlər. Türkan, sən denən 16-nı. 16-da deyilir ki, kubun diaqonalları kəsişmə nöqtəsindən hər hansı üzünə qədər olan məsafə 1.5-dir. Onda o tərəfin yarısına bərabərdir. Tərəf də Aferin. olur 3. Hı-hı. Kubun da həcmini istəyir. 3-ün də kubu 27, o da A variantı. Hı-hı. Deyə bura baxın, cavablar yenə adam aldadır. Birində santimetr kvadrat, birində santimetr verir. Kub olduğuna görə kub olanı götürəcəksiniz. Santimetr kubu. Doğrudur. İkincini Əliyev Mən Murad deyim. desin. Əliyev Murad. İkincide deyir ki, y bərabərdir fx funksiyası cütdür və 0 müsbət aralığında artanda. Aha. Y bərabərdir f11 bərabərçiliyini həll edin. Aha. Burada cüt funksiyası 0-dan müsbət sonuçlar artırsa, deməli x-in qiymətini artırırsan, ona da daha çox böyük olacaq da. Bir 11-dən müsbət sonuç olacaq. Bir də cüt funksiya mənfisini götürəndə yenə də eyni qiymət alınacaq deyə Aferin. mənfi Cavab C bəli. C bəndi. Doğrudur. Üçüncü tapşırığı Vəfa denən. Vəfa üçüncü tapşırıq. Mövlan üçüncü tapşırığı izah elə. Üçüncüdə mən daha çox axtarma yolu ilə getmişəm. Belə konkret bir həllə yazmamışam. Gəl onda səninlə bir yazaq bunu. Bax, x sıfırdan böyükdürsə, sən bilirsən ki, cavab müsbət olmalıdır ki, müsbətin cəmi müsbətdir. Bunu müxtəsərin gəl əlavəsi ilə açaq. Müxtəsərin əlavəsində yadındadır da, a kvadratı plus b kvadratını iki cür açmaq olur. Ya a topla b-nin kvadratı çıx 2ab yazaram. Düzdür? Ya da a çıx b-nin kvadratı topla 2ab yazaram. Çıx 2ab yazanda buna 0 verəndə cavab mənfi eləyir. Burada yazan bax çıx topla a topla b çıx 2ab yazanda bu birincidə 0 verəndə görsən cavab mənfi eləyir. Amma ikincidə a çıx b-nin kvadratına 0 yazanda cavab müsbət eləyir. Mən də axı şərtin əvvəlində dedim ki, a 0-dan böyükdürsə cavab müsbət olmalı. Deməli sən bu düsturunu açacaqsan, birinci ilə açmayacaqsan. Burada müxtəsərin əlavəsi ilə bunu büksək, səncə nə yazacaq mötərizənin içərisinə? X çıx 12-nin kvadratı üstə Kökdə gəl. x. Kökdə x. Kökdə Çıx. Bəli. 12 böl kökdə x-in kvadratı. Düzdür? Üstə gələk bunların Bu da hasili sana iki çox misli. gözəldir. Elə deyil. Düzdür? Səncə 24 hardan çıxdı? Mən başqa şey deyirdim. Mən bu sonra koşuya gələcək deyirdim. Yo, koş yine değil. Bak sence 24 hardan çıktı buradaki 24? Hasinin iki mislindən çıxdı. Kökdə x çıxar 12 böl kökdə x vuranda kökdə x-lər x-lar getdilər. Düsturda 2ab-ni görürsən də. A kökdə x-i, B 12 böl kökdə x-i. Vurdum kökdəki x-lar getdilər. Qaldı 12 2 misli də 24. Sən də bilirsən ki, kvadratın ən kiçik qiyməti 0-dır. 0-ın da üstünə 24 gələndə 24. Qabaqçı sınaqlarımızda var idi bu. Əvvəl 16-ya qədər sınaqlarımız vardı. Zoomda izah edirdim. Bax, o sınaqlardan birində var. İminli bu, amma başqa rəqəmli bir test. Bunun düsturu var, müəllim. 2 kök altında AB. Hə. Ona da, o da Belə yazma. düsturdan çıxır. 24 almışsan, Abdin səndə? Hə. Hə, bax, o düstur müxtəsərin əlavəsindən çıxır. Yəni, işi kökdə AB səncə hardan çıxdı? Bax, bu köklər burdandır. AB-də müxtəsərdə bu qıraqda duran düstur var və bax, odur. Müxtəsərin əlavəsindəki. Dördüncünü izah eləyək. Deyim mi? Aysu, sən deyirsən, deyirsən. Qoy heç danışmayanlar. Heç danışmayan kim var? Mən deyə bilərəm. Aysu denən. Burada müəllim x plus 3-ü 0-dan böyük edirik. Mənfi 2 isə 0 isə mənfi 2-dən böyük olduğu üçün
X üstəgəl 3-ü sıfırdan böyük eləyirik. O da eləyir x böyükdür -3-dən. Böyük bərabər -3 o eləyir. da -3-dən. Aha, bəli, -3-dən müsbət sonsuzluğa. Sağ tərəfdə də -2 var. Kökün altı onsuz həmişə -2-dən böyükdür. Ona görə heç o tərəfə Bəli. baxıb kvadrata yüksəltməyimizə ehtiyac yoxdur. Ona görə birinci tərəf. Bəli, ancaq Sıfır. kökün altını sıfırdan böyük bərabər eləyəndə cavab -3-dən müsbət sonsuzluğa oldu. Hı. Sonra 5-ci tapşırıq. İlham 5-ci tapşırığı izah elə. Mən yazmamışam 5-i. Məmmədli Emil izah elə. Həm deməli, deyir ki, birinci z bərabərdir 6 plus bi. Hı. Deyir ki, ona bərabər olsa b-ni tapın. Burada deyir ki, kvadrata yüksəldib elə tapacaq. Bəli, 36 plus b kvadratı bu modulun düsturudur. Kitab deyir ki, ona bərabərdir. Yəni 36 plus b kvadrat. 100-dən 36-nı çıxıb qalacaq 8. Bəli. O da D. Plus minus 8. Doğru cavab D bəndi. Düzdür. Deyim müəllimə altına. D Raya. Deyir kvadratın xaricdən çəkilən çevrənin radiusu 4 kökdəkdirsə, kvadratın tərəfini tapan, xaricdən çəkilmiş çevrənin radiusunun üstü, A vurusun kökü 2 bölünsün 2-dir. O da bərabər edir 4 kök altında 2-yə. 2 kök altında 2-lər gedəcək, o da bərabərdir 8. Həm də ki, biz bilirik ki, kvadratın deməli, kvadratın xaricinə çevrə çəkəndə çevrənin diametri kvadratın diaqonalı olur. Əgər radius 4 kökdə 2-dirsə, diametrimiz 8 kökdə 2-dir. Bu həm də diaqonaldır. Diaqonal 8 kökdə 2 isə kvadratın da diaqonal üstürü A kökdə 2-dir də. Kök 2-lər gedir, olur A bərabərdir 2-yə. A bərabərdir 8-ə. Deməli, kvadratımızın tərəfi 8 santimetrdir. Doğrudur. 7-ci tapşırığı. Aydan izah elə 7-dir. 7-də deyir ki, 3 oğlan, 2 qız təsadüfi olaraq bir sıraya düzüldükdə bütün oğlanların yan-yana durması hadisəsinin ehtimalını tapın. Oğlanlar yan-yana durması üçün oğlanlara bir hal kimi baxsaq, 2 qız da olduğu üçün 3 hal olur. Ona görə surətdə 3 faktorial yazırıq. Oğlanlar özü də aralarında yerlərini dəyişə bildiyi üçün də o da 6, yəni 3 faktorial olur. Məxrəcdə ümumi halları yazırıq, o da 5 faktorial olur. Aferin. 3 faktorialla 5 faktorial gedir, qalır 4, 5. 4, 5'im 20. 3 faktorial da 6'dır. 20'də 6. O da eləyir 10'da 3. Doğrudur. 8-i deyim. De Aysun. Deməli, bizə burada tangent alfanı 3 verib. Hər tərəfi kosinusa bölməliyik, tangent alfanı alaq. Aferin. 2 sinus alfanı bölürük kosinus alfaya. O birisində kosinusu böləndə kosinusa 1 eləyir. Aşağıda 3 sinus alfanı bölürük kosinus alfaya. O birisi də 2 eləyir. Tangensdə buraya 3 verib. 2 vurulsun 3 üstə gəlsin 1, 7. Aşağıda da 3 vurulsun 3, 9, çıxılsın 2, 7. 7-yə də 7-yə böləndə 1. Aferin. Doğrudur. Abi 9 deyim. Amin, sən demişsən. Uşaqlar, bir də indi Zoom yekunlaşdırır. 45 dəqiqəmiz oldu. Bir də atacağım sizə linki. Fatimə Zeynalova. Hə. Zeynalova Fatimə, buradasan? Nurdan izah elə 9-u. Nurdan. Mən burada bunu əksdə mən də tam yazmamışam, amma burada modulda x-ə Yox, yolu o deyil. 0 deyil. Yolu o deyil.
Müəllim, M çıxılsın 5-i 0-a bərabər edirik. Bəli, Abbas. M çıx 5-i 0-a bərabər edirik. Ümumiyyətlə, kvadrat tənliyin ya bax modulda kvadrat tənliyi ya 4 dənə kökü olur, ya 3 dənə kökü olur. Yəni ümumiyyətlə ən çoxu 4 dənə olur. 3 dənə, 2 dənə elə olur ki, heç də olmasın da. 4 dənə vaxt olur ki, hər iki kökü müsbət olsun. 3 dənə vaxt olur ki, hasil 0 olsun. Hasil 0 olanda modulda daxı köklərdən biri 0 olur, biri də hər hansı müsbət ədəd olur. Hasil 0 olanda modullar biri 0 olur, digər modulda hər hansı müsbət ədəd olur. Modulda müsbət olanda orada 2 dənə cavab çıxır. Müsbət mənfisi, bir də 0. 3 dənə kök oldu. Deməli, burada M çıx 5 0-a bərabər olmalıdır ki, köklərdən biri 0 eləsin. M oldu 5. Onda uşaqlar, elə belə həll edirəm. Baxın, x kvadratı 2 modulda 2 x bərabərdir 0-a. Deməli, bunu bir dəfə yazıram. X kvadratı çıx 2x bərabərdir 0-a. Həll eləyəndə x-i 0 və 2 tapıram. Bir dəfə də x kvadratı üstə gələ 2x bərabərdir 0 eləyirəm. Həll eləyəndə x-i 0 və mənfi 2 tapıram. 0 hər ikisində var. Bir dənə ortaq kök, ikinci kök, üçüncü kök. Deməli, 3 dənə kök oldu. 10-cu sual törəmədi. 11-ci sualı Abidin desin. 11-ci sualda orada arktangensi 5/12 verib. O arktangensi çeviriyi arcsinus 5/12 kimi yazırıq. Mən yazdım bir dənə. Kosinus, ark, kosinus dedin də, hə? Hə, arcsinus 5/12. Aksinus yazırsan lap yaxşı. Onda yazıq aksinus 5/12. 5/13. Aha. Bir də üstə gəlsin arcsinus 4/5-də olduğu kimi qalır. Aha. Sonra bunu kosinus alfa topla betanın düstur kimi asacağıq. Aha. Orada olur kosinus arcsinus 5/13, vurulsun kosinus arcsinus 4/5 çıxılsın. Gözü yavaş dinlə. Deməli, uşaqlar, kosinus alfa plus betanın düstur bəyətdə kosinus alfa, kosinus beta çıxılsın, sinus alfa, sinus beta. Yoldaşımıza beləsini açacaq. Kosinus aksinus 13/5, kosinus ark sinus 5/4. Çıxılsın. Sinusda arcsinus ixtisar olduğu kimi çıxır da. Aha, qoy elə yazdım ki, birdən kimsə başa düşməz. Ark sinus 5/4. Topla 1. Aha. Deməli, bunun cavabı nə oldu dedik? O kök altında 1 çıx x kvadrat kimi olur. Aha, yəni 1 çıx 169-da 25, o da 10-12 olur. Afərin. İkincisi olur 5/3. Afərin. Burada da bu bunu aparır. 13'də 5, aha 5/4. Topla 1. Daha sonra sonra burada 65'də 36 çıxılsın. 65'də 20 üstə gəl 1 kimi qalır. Oradan da 65'də 16 üstə gəl 1. O da 1 tam 65'də 16. Afərin, doğrudur. Bunların konkret düsturları var. Elə belə qırağa yazıram. Birdən kimsə başa düşməz. Baxın, sinus, ark, sinus, x-a bərabərdir. Amma sinus, ark, kosinus, x kök altında 1 çıx x kvadrat. Və yoldaşımız da bu düsturlardan istifadə edib. Ark, kosinus, x-a bərabərdir. Kosinus, ark, sinus, x isə yenə 1 çıx x kvadratıdır. Yəni, qeyri-adi bir şey deyil. Düsturları əzbərləyirsiniz və yerinə qoyub tətbiq edirsiniz. Afərin, Abidin. 13-cü tapşırıq. Təxmin izah elə 12-ni. Müəllimə, burada permütasiya 100-dən 100, 100 faktorial vurulsun. O bursudakı 1 bölünsün 100 olur. 100-lər gedir, 1 qalır. Bölünsündür aralarında. Birinci o düzgündür. Bölünsündür. O birisi də permütasyon 100-dən 99. Yuxarıda 100 faktorial. Aşağıda 100 çıxılsın 99. Yəni 1 faktorial. Böləndə də birinci tərəf qalır, ikinci tərəf tərsinə keçirilir. Bölmə vurma olur. Və 100 faktoriallar da gedir, qalır 1. Doğrudur. 13-ü mən deyim. Mən deyim o. 13-ü Fatimə Zeynalova. Fatimə, bayaq sənə çağırdım, səsin gəlmədi.
Buradaydım axı mən. Onda bir, Ah, yəqin biraz gec başladım bir 2 dəqiqə ona görə yəni. olar. Denən. Burada AX üstəgəl 4y bərabər 21 düz xətti 2 ilə 5 nöqtəsindən keçirsə, 2 ilə 5-i gətirib tənlikdə yerinə qoyuruq. 2A üstəgəlsin 20 bərabər 21 eləyir. 2A bərabər 1, A da bərabər 2 də 1 eləyir. Sonra A-nı tapandan sonra gəlib tənlikdə yenidən yerinə qoyuruq. 2-də 1 x üstəgəl 4y bərabər 21 eləyir. Bunu da düz xəttin tənliyinə gətirmək üçün 4y bərabərdir. Mənfi 2-də 1 x üstəgəl 21 şəklində yazırıq. Y-də tapmaq üçün hər tərəfi 4-ə bölürük. Bərabərdir. Mənfi 8-də 1 x üstəgəl 21 bölü 4. K-mız da burada mənfi 8-də 1 olur. Aferin. Doğrudur. Keçək növbəti səhifəyə. On dördü Aygül sən denən. Abdullayeva. 14-də kəsişən iki müstəvinin birinin üzərində olan nöqtə onların kəsişmə xəttindən 20 sm-dir, digərinin müstəvidən isə 10 sm məsafədədir. Burada sinus alfa nə eləyəcəyik? Sinus alfa burada alfanın qarşısında durur 10. Hipotenuz da 20 olduğuna görə sinus alfa bərabərdir 20-də 10. Sinus alfa bərabərdir 2-də 1, alfa da olur 30. Aha, deməli uşaq bir də şərti mən də oxuyum tam dəqiq başa düşəsiniz. Deyir kəsişən iki müstəvidən birinin üzərində olan nöqtə onların kəsişmə xəttindən 20 sm məsafədədir. Bax, istənilən birinin üzəri bu nöqtə onların kəsişmə xəttindən buradan 20 sm məsafədədir. Bax görürsüz? Kəsişmə xətti də nöqtəsi də burada. Bu 20 sm məsafədədir. Digər müstəvidən isə 10 sm məsafə. Digər müstəvidə budur da. Bu nöqtədən bu digər müstəviyə qədər məsafə deyəndə sonuna 90 qoyuruq. 10 sm məsafədədir. Demək ki, hipotenuzumuz 20, katetimiz 10-dursa, burada 30 dərəcəli bucaqdan gedir söhbət. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Sonda bizə bu müstəvilər arasındakı bucağı istəyirsə, bax bu bucaq 30 dərəcə olur. Doğrudur. 15-ci tapşırıq. Heç izah eləməyən Həbibli Əli. 15 Deyim mi? izah elə. Həbibli Əli. 15-də x vurulsun x çıxı 3 bərabər 0. Böyükdür 0. X da bərabərdir 3. Hı -hı. Hı -hı. Sonra? Mənfi sonsuzluqdan 0-a. Əvvəlcə aralığı təyin edək görə bizim misalımızda ödəyən hansıdır? X-in yerinə 1 qoyanda 1 ödəmir. Bu hissə ödəmir. Bu hissə ödür, bu hissə ödəyir. O da səndən ödəməyənləri istəyir. Ödəməyən hansı olacaq? 0-dan 3-ə qədər. Ay, 0-dan 3-ə qədər. 0 əgər ödəyənlərin içərisində yoxdursa, demək ödəməyənlərin içərisində var. 0-dan 3-ə qədər və bunların da nəyini istəyir? Cəmini. Cavab 6. Daha sonra Türkanə. 16-nı denən. Loqaritm mod 4-dən 75 ədədinin tam hissəsini tapın. Loqaritm mod 4-dən 64, 4-ün kubudur, yəni 3 eləyir. Bunun da tam hissəsi 3 olur. Bəli, loqaritma 4-dən 64 ilə 4-dən 56-nın arasında yerləşir bu ədəd. 256-nın arasında yerləşir. Deməli, bu 3, bu 4-dür. Biz də bilirik ki, tam hissə nəyə götürülür həmişə? Böyük yoxsa kiçik? Kiçik olan götürülür. Bəli, kiçik olan götürülür. Doğrudur. 17-ci tapşırığı. Deyim mi? Ayşə izah eləmisən. Yusuf izah elə 17-ni. Orada loqaritma 5x çıxan 4 sıfıra bərabərdir. 5x 14 bərabər olur 1-ə. 5x 15 olur, x 4 olur. Niyə görə 5x bərabər, 5x 14-ü 1-ə bərabər elədin? Və ən kiçiyini istəyirəm ona görə.
Yox. Loqaritmanın cavabı Loqaritma o sıfıra vaxt bərabərdir. 0 olur ki, loqaritmanın cavabı o vaxt 0 olur ki, loqaritmanın əsasında duran, içində duran o 5x 14 var ha. Hə. Loqaritmanın içi 1 olsun. Ona görə. Ona görə 1 Bu olur. 1. Hə, 1 5x olanda 0 eləyir. Və 5x 14-ün 1 olması üçün x 3 olmalıdır. bəli. 18-ci tapşırığım. Murad izah elə. Omarov. 18-də müəllim Hı A -hı. fərqi orada deməli 7 ilə 4-ü toplayırıq. Bax, sənin üçün elirven 11 çəkdim. edir. Elirven çəkdim. Bax, mən burada işarə qoyacağam, sən mənə deyəcəksən ora nə yazacağam. Bax, bura nə yazacağım? Ora təkcə aid olanlarda 4-ü yazır. Aferin. Bu açıq B demək 4. Bəs bura nə yazacağam? Orada da B-də olanları 7-ni yazırıq. Bəs Ortaya bura? da 3. Aha, onu Cəmdə 14. birləşməyə istəyirsən, hamısını götürürsən. 14. Aferin. Doğrudur. 19. Ümid 19-u izah elə. Ümid. Müəllim 19 yazmamışam mən. Mən eləyim. Deyəsmər. K4-dür, yəni bu şeydə nəysə Hı -hı. ondan bir Oxşarlıq B1 əmsalı. bəli, hə onu deyəcəydim. B1 K1 deməli BK-dan 4 dəfə böyükdür. Ona görə BK-ya x qoysaq, B1 K1-ə 4x qoyacağıq. Bəli. 5x-imiz bərabər 30-a, x də bərabər 6 olacaq. Bizdən də B1 K1 istəyir deyə onu da 6-nı da 4-ə vuracağıq, 24. Bəli. Bizdən də 4x istəyir. 24. Deməli, bax, Ümid deyir ki, K4 əmsalı homotetiyadır. Homotetiya yəni oxşarlıqdır da. ABC üçbucağı A1, B1, C1-ə keçir. Ümumiyyətlə, bax gör K4-dürsə, demək K1-dən böyükdürsə, böyüyüb üçbucaq. Əgər desəydi ki, K4-də 1-dir, deməli üçbucaq 4 dəfə balacalaşıb. İndi səndə üçbucağın K əmsalı 4 olduğuna görə, oxşarlığımız 4 olduğuna görə ABC üçbucağını 4 dəfə böyütmüşəm, A1, B1, C1 olub. Əgər mən üçbucağı 4 dəfə böyütmüşəmsə, onun bütün tərəfləri 4 dəfə böyüyüb. Onda BK B1 K1-dən 4 dəfə kiçikdir. BK-ya x dedik, B1 K1-ə də 4x dedik. Və cəmini 30 tapdıq, x-i tapdıq 6. Axı səndən böyüyü istəyirdi. Ona görə 6-nı 4-ə vurdun, 24. 20-ci 20 misal. deyim də. Amin, sən deməyəcəksən. Qulaq as. Mən bəlkə balaca idi də. Zümrüd 20-ni izah elə. Zümrüd. Müəllim, burada törəmə ilə x2 tapmışam. Apar Hı -hı. yerinə qoyanda cavab 33 alınır. Olar. Mötərizəmizin ən kiçik qiymətini tapmaq üçün yoldaşımız deyir ki, törəmədən istifadə edirəm. 2x çıxı 4-ü 0-a bərabər edib x-i tapıb 2. Yerinə qoyanda da 4 çıxılsın 8, üstə gəlinsin 10. Düzdür? Çıxaq 3. Cavabı nə dedin tapırsan? 33 tapmışam. Bəli, mötərizəmizin içərisi 36, 36-dan da 3 çıxanda 30. Bu ikinci yolda uşaqlar müxtəsərə gətirməklə də eləmək olar. Deməli, mötərizənin içərisindəkini x çıxaq 4, x üstə gələk 4, üstə gələk 6 yazaram. Çıxaq 3. Birinci dairəyə alaram bunu. Bu x çıxılsın 2-nin kvadratı deməkdir. Üstə gələk 6-nın kvadratı. Çıx 3. Bunun əksi qiyməti 0-dır. 0-ın üstünə 6 gələrəm. 6 kvadratı 36. 36-dan da 3 çıxaram. 33. Ümid 21-i deyim. Ümid denə. 21-də müəllim deyir A-nın hansı qiymətində bu tənliyin köklərindən biri 2 olar. Köklərindən biri 2 olar dediyinə görə x-in yerinə 2 qoyacağıq. 4 çıxılsın 4A üstə gəlsin 7 bərabər 0. Mənfi 4A bərabər mənfi 11. A da bərabər müsbət 2,75. Bəli. Doğrudur. 23. Mən deyim. Demədi.
Burada A çıxılsın A-da 1 bərabərdir 3-ün hər iki tərəfə kvadratı yüksəldirik. Olur Yo, A kvadrat 22, 22. Ben de 22 kaldı ortada. 22'de sonra 23, 23'in. 20-də deyir ki, 3-ə 4-ə 5-ə böləcək qalıqda 3 almanın ən kiçik çox rəqəm naturalların rəqəmlərin cəmini tapın. Burada əkobunu tapırdıq. Aferin. 3, 4, 5-in əkobu 60 eləyir. Aferin. 63-ün üstə 3 gəndə 63 rəqəmlərin cəmini 9-da. Aferin. Mənim 23 mən deyim. De Nurdan. Burada rəqəmlərin cəmi 9 oldu. De 23'ü. Burada mən əlavə düsturla açmışam. Deməli, Necə? 63 tam bölünmür 3. 21 anladı orada qalanlar. Ay sağ ol. Son fikir vermədik. 63'ü. Burada qalıqda 3 al. Ümumiyyətlə bu misalda Abdin səhvlik var. 3'ə 4'ə 5'ə böləndə qalıqda sən düz deyirsən. Abdin də düz deyir. İndi bunu biz ümumi strukturundan həll elədik. Uşaqlar baxın, diqqətlə baxanda 3'ə misalda səhvlik var. 3'ə 4'ə 5'ə böləndə qalıqda 3 alınan ədəd yoxdur axı. Axı ədədi 3'ə böləndə qalıqda 3 alına bilməz. Başa düşdünüz? Biraz ciddiyə baxanda Abdin düz deyir. Bildiniz? 3'ə böləndə qalıqda 3 alına bilməz. İndi düzdür, bu tip misalların əkobunu tapıb üstünə qalığa gəlib axırda bu şəkildə yazırıq. Amma misalın özündə məntiqsizlik var. Düz deyirsən. Bu onu deyirdin Abdin, deyirdin 3'ə böləndə qalıqda 3 alına bilməz. Onu deyirəm. Ay sağ ol, düz deyirsən. 23'ü Nurdan deyən. burada əlavə düsturla açmışdım. A kvadratı A çıxa A De bunu 1 bölü A kvadrata yüksəldək. Əlavə edəncə ki, kvadrata yüksəldək. kvadratı işlətmişəm. Yəni o da eləyəcək A kvadratı üstə gəlsin 1 bölü A kvadrat çıx 2A vurulsun 1 bölü A. Gözlə. O da A kvadratı Aha. o da A kvadratı üstə gəl 1 bölü A kvadratı. Bunu istəyirsən də. Bəli. O da 9-un üstünə 2 gəlir 11. Doğrudur. Qəşəng, düzdür. 24-ü mən deyim. De Aygül. 24-də birinci tərəfdə, ikinci tərəfi keçiririk o biri tərəfə. X çıxılsın y kvadratı. Çıxılsın 2024 x toplansın 2024 y bərabərdir 0. Çıxılsın 2000. 24 x toplansın 2024 y bərabərdir 0. Birinci tərəf müxtəsər vurmadır. Ona görə x çıxılsın y, x toplansın y. O birisindən də mənfi 2024 çıxardanda x çıxılsın y qalır. Bərabərdir 0. Burada da x çıxılsın y ikisindən də ortaq vuruq kimi çıxarılır. X toplansın y çıxılsın 2024 bərabərdir 0. Və vuruqlardan biri 0 olmalıdır ki, hasil 0 olsun. Ya x çıxılsın y 0-dır, ya da ki, x toplansın y 2024-dür. Bizə də cəmi istəyir 2024. Aferin. Həm də 2024. Həm də kitab deyir ki, burada x bərabər y alırıq. Kitab deyir ki, x y-dən fərqlidir. Yəni bunu götürə bilmərik. Ona görə bunu götürmədik. X topla y 2024 götürdük. Bura 2024 yazmışam. Sonuncu uşaqlar 25-ci sualda törəmədi bizlik deyil. Yəni buraxılışa düşmür. Bu qədər. Sualınız var? Sağ olun müəllim. Yaxşı, sağ olun. Gecəniz xeyrə qalsın. Sağ ol. Sağ olun müəllim.